Salam əziz dostlar. Deməli bizim bugünkü dərsimiz məntiqdən fikirdə xətanın baş verməsidir. Fikirdə xəta baş verməsi təbiidir. Düzdür, təfəkkür eləmək fitri olaraq insanda var, amma onu necə işlətmək üslubu bizim öz əlimizdədir. Ona görə biz işlətmək yollarında biz səhvə yol verə bilərik. Şübhəsiz ki, insan həmişə öz fikirlərində həqiqətə çatmır. Əksinə bəzən öz fikirlərində xətaya düçar olur. Məntiqdə müqəddimələr qurub nəticə alırsan. Bəzən müqəddimələri düz qurmursan və nəticəsi də düz olmur. Məsələn, deyirsən ki, evin divarı var və divarın siçanı var. Məsələn, hər evində öz siçanı var. Belə, bu düz gəlmir bu ifadə. Deməli, əksinə bəzən insanlar öz fikirlərində xətaya düçar olur. Necə məsələn dilçilikdə ola bilər bir adam dilçilik qaydalarını bilir, amma onu tətbiq eləmir, düzgün tətbiq eləmir. Düzgün tətbiq eləmədiyi surətdə də o səhvə xətaya yol verə bilər. Eynilə bizim məntiqdə də belədir. Bir insanın xətaya düçar olmasının dəlilləri də var. Birinci budur ki, insan fitri dəlili var birinci. İnsan özü də öz daxilində duyur ki, heç də fikirləri həmişə həqiqətə uyğun deyil. Bəzən səhv düşünə bilər, səhv nəticə ala bilər. Əksinə bir çox yerlərdə təfəkküründə xətaya düçar ola bilər, düçar olur. Ona görə də mütləq və mütləq bu xətaları düzəltməkdən ötürü məntiqi bilmək lazımdır. İkincisi isə təcrübə də bunu göstərir. İnsanların yaşayışının, bu bəşərin yaşayışında görürük ki, insanlar da düşünəndə təfəkkürlərində xətaya yol verirlər. Bir çox mütəfəkkirlər, filosoflar, mütəfəkkirlər öz fikirlərində xətaya düçar olduqlarını etiraf ediblər. Kitablar yazıblar, fikirlər bildiriblər, sonradan götürüblər o fikirləri yeniləyiblər, redaktə ediblər, deyiblər, burada düz düşünməmişik, burada düz nəticə almamışıq, burada müqəddimələrimiz düz olmayıb. Buna görə də təfəkkür qabiliyyətinin fitri olmasına baxmayaraq, insan məchulları kəşf etmək üçün bu qabiliyyətdən istifadə edərkən xətaya və səhvə düçar ola bilər. Ola bilər ki, yolu düz getməsin, hesablamanı düz aparmasın və nəticə də düz olmasın. Bəs məntiq nədir? Məntiq həmin bizim üçün bir ölçüdür. Bir ölçü, tərəzi. Nədir? Təfəkkürün xəta ölçənidir. Təfəkkürün, düşüncənin xəta. Xətaları bizə göstərir və biz o xətaları nə edirik? Həmin məntiq qaydalarına uyğun olaraq nə edirik? Həll edirik. Ona uyğunlaşdırırıq, o tərəziyə uyğunlaşdırırıq. Məntiq bizə düzgün fikirləşmək metodunu göstərən bir meyardır və onun qanunları təfəkkürdə xətanın baş verdiyi yerləri müəyyənləşdirir. O qanunlar var təfəkkürdə, məntiqdə. O qanunları biz tətbiq edəndə öz təfəkkürümüzə, düşüncə prosesində, təfəkkür prosesində o qanunlara riayət eləyəndə bizim təfəkkürümüzdə olan xətalar üzə çıxır və o xətaları biz həmin o qəliblərə uyğun olaraq düzəldirik və xətalardan amanda qalırıq. Buna görə də məntiqin yaranmasının sirri təfəkkürdə xətanın baş verməsi və insanın bu xətanın qarşısını almağa ehtiyac duymasıdır. Bəs niyə məntiq yaranıb? Məntiq elə buna görə yaranıb ki, insanın zehnində, təfəkküründə xəta baş verir və bu xətanın qarşısını almağa ehtiyac duyulur. Bu ehtiyacdan da məntiq elmi yaranıb ki, həmin təfəkkürdə olan xətaları həll eləsin, xətaları aradan qaldırsın. Sağ olun, salamat olun.